Kişi qadının keçmişini bilməlidirmi? Qadının həyatında kimlər olub? Olubmu hansısa bir bəy daha öncə? Sevibmi kimisə? Münasibəti olubmu? İndi fərqi yoxdur da, daha yaxın olubmu və s. Kişi qadının keçmişini bilməlidirmi? Və ya qadının keçmişini bildisə də, kimin olduğunu, nə olduğunu, hər nə bildisə, o keçmişə görə indiki zamanda qərar verməlidirmi? Qadını yarı yolda qoyub getməlidirmi? Xeyr. Bilirsiniz niyə? Kişi xeylağı ümumiyyətlə qərar verirsə ki, əgər mən bu xanımla bir yerdə olacağım və onu olduğu kimi qəbul eləməlidir. Yəni artıq sən qəbul eləmisənsə onu, onun keçmişi ilə, keçmişdə yaşadıqları ilə və indiki yaşadıqlarına qəbul etmirsən, ya et qəbul, yaşa və yaxud da eləmə. Və belə bir deyim var axı, deyir, bir adamın canında varsa onu deyir, qəbir də, məzar da düzəltməz. Bir qadının canında, deyir ki, keçmişində bu qadının canında bir oynaqlıq olub da, bir yerində dayanan bir qadın olmayıb. Deyək ki, indi qarşısına biri çıxdı, bunu bir tənzimə, bir yola dayandırdı bunu. Və bu qadının canında varsa, bu ömür boyu qaynayacaqmı yenə də? Yoxsa elə bir ehtimal var ki, bu qadın dayansın və bir həyatını qursun artıq. Yəni, bu kişi bunu düşünmə haqqına sahib deyilmi ki? Axı, bunun keçmişində bunun qayət normal biri olmayıb. Mən anladım sizi, Nigar xanım, amma əslində bəli, əgər bir kişi xeyla onun keçmişini bilirsə və onu qəbul eləyibsə, onu da nəzərə almalıdır. Yox, əgər keçmişini bilmirsə, qəbul edirsə və sonra sual verirsə, qadın öz istəyi ilə, istəyər etibar eləyər, ürəyin açar, keçmişini danışar, istəyər könüllü olar. Amma bir kişi xilağı nəzərə alıbsa ki, bunu hardan gətirib evinə xanım edibsə və nələrə qadir idi bu xanım daha öncə həyatında, onu da nəzərə almalıdır ki, ya tam yanında sadiq qala bilər və yaxud da başqa bir nəticədə verə bilər.